Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Qaçmaq yoxsa yerimək? Səhiyyə mütəxəssisi bu sualın cavabını verib. Hansı çəkidə olan insanlar qaçmaqla arıqlasa daha yaxşıdır, hansı xəstəlikləri olanlar isə yerimək üçün daha yararlıdır. Daha doğrusu yerimək onların sağlamlığına daha yararlıdır. Birlikdə izləyək. Arıqlamaq və sağlam olmaq üçün qaçmaq yoxsa yerimək hansı daha faydalıdır? Həkim izah edir. Hər kəsin bədən quruluşuna və sağlamlıq vəziyyətinə görə fərqli fəaliyyət növləri daha uyğun ola bilər. Gəzmək hər yaşda olan insanlar üçün ən əlçatan, daha yüngül və təhlükəsiz bir məşq növüdür. Xüsusilə oynaq problemləri olan və ya artıq çəkidən əziyyət çəkən insanlar üçün ideal seçimdir. Bundan əlavə, gəzinti uzun müddət davam etdirmək üçün daha əlverişlidir, çünki yorğunluq və zədələnmə riski çox azdır. Bu zaman ürək ritmi tədricən artır, bədən oksigenlə daha yaxşı təmin olunur və qan dövranı normallaşır. Bu fikirləri Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq ortopedi Valid Novruzov Səhiyyə.gov.az saytına verdiyi müsahibədə deyib. Həkim bildirib ki, qaçmaq daha intensiv fəaliyyət olduğu üçün kalorilərin tez yandırılmasına kömək edir və dözümlülüyü artırır. Lakin qaçış oynaq və sümüklərə daha çox yük saldığı üçün düzgün idman ayaqqabısı seçmək və texnikaya diqqət etmək vacibdir. Əgər məqsəd sadəcə sağlam qalmaqdırsa, gündəlik gəzinti kifayət edər. Yox, əgər məqsəd bədəni daha dözümlü etməkdirsə, o zaman qaçmaq daha faydalıdır, deyə travmatoloq ortoped vurğulayıb. Təbibin dəstəyi ilə 1-ci Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı keçirilib. Konfransdan detalları izləyək. 8 aprel 2025-ci il tarixində təbibin, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi, Respublika Pediatriya Mərkəzinin və Çocuq Acil Yoğun Bakımı Dərnəyinin təşkilatçılığı ilə 1-ci Azərbaycan-Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya konfransı keçirilib. 7-9 aprel 2025-ci il tarixlərində baş tutan tədbir çərçivəsində həkimlər və tibb bacıları üçün pediatrik təcili yardım və reanimasiya, mexaniki ventilyasiya, pediatrik təcili yardım və reanimasiya kursları təşkil olunub. Belə bir konfrans ilk dəfədir Azərbaycanda keçirilir. Təcili yardım və reanimasiya bildiyiniz kimi pediatriyanın çox önəmli, çox kritik sahələridir. Məqsədimiz də Azərbaycanda pediatrik təcili yardım və reanimasiya sahəsinin inkişafını daha da artırmaq və uşaq ölümlərinin, istərsə də uşaq əlilliyinin sayının azaltılmasına xidmət eləyir. Və biz bu məqsədlə Türk Çocuk Acil Tibb və Yoğun Bakım Dərnəyi ilə birlikdə davamlı əlaqələrdəyik, davamlı tədbirlər, təlimlər təşkil edirik. Bu tədbir isə bu təlimlərin ən böyüyü oldu və bundan sonra da bu təlimləri həyata keçirəcəyik ki, dediyim kimi ölkədə əlilliyin və uşaq ölümlərinin sayının azaldılmasına nail olaq. Konfransda həmçinin Azərbaycan və Türkiyənin aparıcı universitetlərinin ixtisaslaşmış həkim və professor heyəti tərəfindən pediatriyanın müxtəlif sahələrinə dair mövzular, tənəffüs sisteminin təcili vəziyyətləri, kardiologiya, nevrologiya, nefrologiya, hematologiya, allergologiya, travma və digər təcili hallara aid mövzularda panel müzakirələri də təşkil olunub. İzliyoruz. Türkiye'de bu çocuk yoğun bakım oldukça gelişmiş olduğunu söyleyebiliriz. Sadece bazı alanlarda insan gücü, dağılımı ile ilgili sıkıntılar var ama bilgi olarak, eğitim olarak oldukça gelişti. Azerbaycan'da ise bizim bildiğimiz ve gördüğümüz kadarıyla bu alanda evet bilgi oluşmaya başladı ama insan gücü, bu alanda eğitim almış kişi sayısı, hoca sayısı oldukça az. Şu anda Azerbaycan'da bir hocamız var bildiğiniz gibi bu alanda eğitimli ancak diğer pediatri uzmanları bu konuda çalışmaya başladılar. Biz bu hareketliliği, isteği, ilgiyi gördüğümüz için son 5-6 yıldır yoğun bir şekilde çalışıyoruz ve bugünkü kongremizde bunun bir ürünü aslında oldukça büyük bir kongre yapıyoruz. Türkiye'dekine benzer bir kongre ve TİKA'nın da destekleriyle çok yüksek sayıda hoca buraya eğitim vermek, konferansa katılmak, kongre yapmak üzere geldiler ve dün kurs yaptık. 3 tane katılım çok iyiydi. Önümüzdeki 2 günde de kongre yapacağız ve katılımın çok iyi olduğunu biliyoruz, görüyoruz. Qeyd edək ki, konferans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akreditasiya olunaraq 16 davamlı tibbi təhsil ballı ilə qiymətləndirilib.
Alimlər qanda 70-ə yaxın astmanı yarada biləcək maddələr tapıb və sən demə, hamımız bu xəstəliyə meyilliyik. Amma nəyə görə bəzilərimizə bu maddələr təsir etmir? Sadəcə yuxulu qalır. Sualın cavabı isə növbəti süjetdə olacaq. Qanda asma riskini yaradan 70 protein müəyyən edilib. Genetik variasiyanın asma xəstəliyinə zülal yolları vasitəsilə necə təsir etdiyini öyrənmək üçün Genetik Tədqiqat Qrupu Birləşmiş Krallıqlar Biobank Pharma Proteomics Project çərçivəsində Avropa mənşəli 46 mindən çox iştirakçının genetik və plazma məlumatlarını təhlil edib. Tədqiqatlar asmanın inkişafına və heterojenliyinə səbəb ola biləcək zülalları müəyyən edib. Tapıntılar terapevtik inkişaf və asmanın altında yatan mexanizmləri daha dərindən başa düşmək üçün yeni yollar aça biləcək. Xəstələnəndə keyfimiz olmur. Elə bilirdik ki, hansısa gündəlik işlərimizi icra eləməmək üçün bu qədər keyfsiz və narahat oluruq. Amma alimlər bədəndə olan infeksiya ilə əhval-ruhiyyə arasında birbaşa əlaqə tapıblar. Yəni, özümüzü pis hiss eləməyimiz, yataqda olmağımız deyilmiş. Sən demə, bu infeksiyalar birbaşa beyinə təsir edir və insanda kədər, qəzəb və hətta bədbəxtlik hissi yaradırmış. İnfeksiya ilə əhval arasında əlaqə tapılıb. Harvard Tibb Məktəbinin Cell jurnalında dərc olunmuş 2 yeni araşdırması çoxdan məlum olan, lakin çətin dərk edilən müşahidəni izah edən beyin və immunitet sistemi arasında mürəkkəb qarşılıqlı əlaqənin addımlarını aydınlaşdırıb. Elm adamları bildiriblər ki, sitokinlər duyğulara və beyin fəaliyyətinə təsir göstərir. Lakin bunun beyinə necə və harda baş verdiyi indiyə qədər qeyri-müəyyən olaraq qalır. Yəni, istənilən xəstəlikdən sonra uzun müddət əhvalınız yoxdursa, bu sadəcə olaraq bədəninizdə olan infeksiyaların əhvalınıza, yəni beyninizə təsir etməyin səbəbidir. Yeni evə köçmək insanlara mənfi təsir göstərir. Onlarda bir sıra psixoloji və fiziki xəstəliklər yaradır. Alimlərin bu yeni araşdırması çox maraqlıdır. Söhbət hətta miqrantlardan da getmir. Ölkə dəyişənlərdə təbii ki, bu qeyri-adi və insana xoş gəlməyən proseslər baş verir. Lakin sən demə, lap eyni şəhərdə olsa belə, bir şəhərdən başqa şəhərə köçmək olsa belə, insanın əhvalında və fiziki sağlamlığında ciddi narahatlıqlar yaranırmış. Çalışın, evinizi dəyişməyin. Ev dəyişmək sağlamlığa mənfi təsir edir. Yeni araşdırmada alimlər yaşadığımız yerin dəyişdirilməsinin ürək-damar xəstəlikləri riskinə necə təsir etdiyini müəyyən edib. Sən demə, ev dəyişdirmək ürək-damar xəstəlikləri riskini kifayət qədər artırırmış. Tədqiqat Qana və Hollandiyanın kənd və şəhər yerlərindən olan 1100-dən çox insanı əhatə edib. Bütün respondentlər eyni sorğunu cavablandırıb. Bundan əlavə, qan və nəcis nümunələri verilib. Nəticələr göstərib ki, miqrasiya zamanı mikrobların bəzi qrupları yox olur və yeniləri yaranır. Bu isə sağlamlığa kifayət qədər zərər vurur. Məsələ sadəcə ölkə dəyişmək deyil, eyni zamanda bir şəhərdən başqa şəhərə köçmək də insan orqanizmində kifayət qədər ciddi dəyişikliklərə səbəb olur. Hər gün səhər yumurta yemək ürək xəstəlikləri və eyni zamanda ürək xəstəliklərdən həyatını itirmə riskini kifayət qədər azaldırmış. Yumurtanın xeyri haqqında danışmışdıq, amma ürəyə də bu qədər xeyir olduğunu alimlər deyəcək. Hər gün yumurta yemək ürək-damar xəstəliklərinin qarşısını alır. Avstraliya alimlərinin apardığı tədqiqatda ciddi ürək-damar xəstəlikləri olmayan 70 yaşdan yuxarı 8756 könüllü iştirak edib. Nəticələr göstərib ki, hər gün yumurta yeyən insanlarda ürək xəstəliklərindən ölüm riski 29% daha azdır. Tədqiqatın nəticələri Nutrients jurnalında dərc edilib. Avstraliyanın Monash universitetlərinin alimlərinin sözlərinə görə 100 qram yumurtada təxminən 13 qram zülal var ki, bu da heyvan və ya bitki mənşəli digər zülallardan daha effektiv mənimsənilir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.